İdmandan sonra bişən ördək xüsusi dadlı olur. Bu ördək mənə Azadın fermasından gəlib. Çox gözəl, ağappaq, topbuş, yağlı bir ördəkdir. Tükləri də tərtəmiz təmizlənib. Heç ütməyə də ehtiyac yoxdur. Ən dadlı ördək reseptləri meyvə ilə hazırlanır. Yaşıl almanı kub formasında doğradım. Bir portakalın isə suyunu sıxdım. İçərisinə soya sosu, nar şarab və biraz bal əlavə etdim. Almanın üzərinə yarım doğranmış heyva da əlavə etdim. Qalan sosdan üzərinə əlavə edib qarışdırdım. Ördəyin içini duzladım, istifladım. Hazır olmuş doğranmış meyvələri içərisinə əlavə etdim. Biraz da sosundan süzdüm. Keçdim üzərinə. Üzərini də yaxşı duzladım, istiyotladım, paprikaladım. Yaxşıca masaj eləyəndən sonra keçirəm bükməyə. Bir neçə dəfə yağlı kağızı bükdükdən sonra keçirəm falqaya. Bir neçə dəfə də falqayı bükdükdən sonra yollayırıq 3 saatlıq 200 dərəcəli sobaya. Qalan portakallı sosumun üzərinə alça turşusu əlavə edirəm. Artıq bişmiş olan ördəyi başqa bir soba qabına yerləşdirirəm. Sosdan üzərinə çəkirəm. Yağlarına isə kartof, kök və yaxud da başqa sevdiyiniz tərəvəzlərdən də əlavə edə bilərsiniz. Çox yağlı ördək olduğuna görə çıxan yağından isə üzərinə əlavə etdim. Yenidən sobaya tərəvəzlər bişənə qədər göndərirəm. Sonra açıq vəziyyətdə də biraz üzünü qızardıram və salam. Yəqin ki, görsənir videodan da ördəyimiz necə yumşaq, həll bişibdir. Yanındakı tərəvəzlərlə isə daha da ləzzətlidir. Portakal suyu isə ona məxsusi bir dad verir. Mütləq hazırlayın. Nuş olsun.